Gəlin 7-ci sinif OTK sınağının izahına baxaq. 21-ci sual. Düzbucaqlı çəkirik. Düzbucaqlının perimetri 34-dür. P bərabərdir 34 sm. Eni x, uzunluğunu x plus 3 verilibdir. Perimetrin düsturu 2 vuraq A plus B düsturu ilə tapılır. 34 bərabərdir 2 vurulsun x plus 3 götürsək. 17 bərabərdir 2x plus 3. 2x bərabərdir 14. X bərabərdir 7 alarıq. Demək, eni bizdə 7 olacaq. Uzunluğunu tapmaq istəsək 7 plus 3 bərabərdir 10 olur. Sahəsi enini uzunluğuna vurur. 70 alırıq. 70 kvadrat santimetr Y bəndi. Doğru cavab Y bəndi. Gəlin 22-ci sualın izahına baxaq. Ştrixlənmiş hissənin sahəsini tap. Əvvəlcə böyük fiqur düzbucaqlıdır. Düzbucaqlının sahə düsturu A vur B ilə tapılır. A bizdə 4, B 14 olarsa sahə 56 kvadrat santimetrə bərabərdir. Burada iki yarım dairələr vardır. Gəlin birincinin sahəsini tapaq. Pi r kvadrat böl 2 ilə tapılır. Diametr 4-dürsə radius 2-yə bərabərdir. Diametr 4-dürsə radius 2 olacaq. Pi-ni 3 kimi qəbul etsək, 3 vur 2-nin kvadratı böl 2, 12 böl 2 bərabər 6 olacaq. Bir yarım dairənin sahəsidir. Bizdə yarım dairələr eyni olacaq. S2 bərabərdir S1, o da bərabərdir 6. Ştrixlənmiş hissənin sahəsini tapmaq istəyiriksə, S ştrixlənmiş hissə bərabərdir S düzbucaqlıdan çıxırıq. Bu iki yarım dairələrin sahələri cəmini 56 çıxılsın 6 plus 6 12 çıxsaq alırıq 44. Doğru cavab C variantıdır. Gəlin 23-cü sualın izahına keçək. 23-cü sualda bizdə tənlik verilib. X minus 1/2 bölünsün x plus 2 bərabərdir 25-də 9. Tənasübdən istifadə etsək, çalın çarpaz vuraq. Bərabərdir 9 vurulsun x plus 2. 25x çıxılsın 1/2-ni 25-ə vursaq 30 alarıq. 9x plus 18, 25x çıx 9x bərabər 30 plus 18, 16x bərabərdir 48. 48-i də 16-ya bölsək, x bərabərdir 3 alırıq. Doğru cavab B variantıdır. Gəlin növbəti 24-cü sualın izahına baxaq. 24. İki ədədin əbob AB bərabərdir 14. Əkobu 168-dir. Əkob AB bərabərdir 168. Ədədlərdən biri 56-dırsa, o birini tapın. Belə bir düstur var ki, əkob AB vurulsun əbob AB bərabərdir A vur B. Əkobun yerinə 168 qoyuruq. Əbobun yerinə 14 qoyuruq. 56 vurulsun B. Buradan B-ni tapsaq 168 vur 14 bölə 56 alarıq. 14 ilə 56-nı ixtisara aparırıq və 42 cavabını almış oluruq. Doğru cavab C variantıdır. Davam eləyək. 25-ci sualın izahına baxaq. Düz xətt üzərində MK nöqtələri ilə qeyd edilmişdir ki, MK bərabər 24 sm, NM bərabərdir 20 sm. Olarsa NK parçasının ala biləcəyi qiymətlərin cəmini tapın. Birinci hal kimi gəlin belə götürək. Tutaq ki, böyük parçamız düz xətt üzərində böyük parçamız MK olsun. Daxilində N götürək. M-dən K-ya 24, NM 20 olarsa, NK-nı tapmağı istəsək, birinci hal MK bərabərdir 24 çıx 20 bərabərdir 4 olacaq. İkinci hala baxaq. İkinci hala yenə düz xətt üzərində 3 nöqtəni elə qeyd eləyək ki, məsələn, M parçası, M nöqtəsi ortada olsun. M-dən K-ya 24, M-dən N-ə
20 olarsa NK parçasının uzunluğunu tap. O zaman NK bərabərdir 20 plus 24, 44'e bərabər olacaq. Demək, birinci bu oldu bizdə ikinci hal. Birinci halda 4, ikinci halda 44 alır. Ala biləcəyi qiymətlərin cəmini tap. 44 plus 4, 48. Doğru cavab Y variantıdır. Gəlin 26-cı sualın izahına baxaq. 26. 7 tam 8'də 3 və 5 tam 8'də 2 bu ədədlərin fərqinin tərsini tapın. Birinci bu ədədləri çıxırıq. 2 tam 8'də 1. Düzgün olmayan kəsirə çevirsək 8'də 17 alırıq. 8'də 17 kəsirinin tərsi isə 17 8'ə bərabər olacaq. Doğru cavab D variantı. Davam edək. 27-ci sualın izahına baxaq. 27. Çənlərin hər biri 4 ton su tutur. Birinci çən, ikinci çən. Demək, 2 çənimiz var. Hər biri 4 ton su tutur. Birinci çənin 4'də 3'ü, ikinci çənin 5'də 1, 5'də 4'ü su ilə doludur. 4'də 3'ünü tapsaq 4'lər ixtisar gedir, 3 ton alınır. İkinci çənin 5'də 4'ü, 5'də 4, 5'də 16 olacaq. Hər biri 4 ton tutur, 5'də 4'ü qədər. Bəli, 5'də 16, 3 tam, 10'da 2 ton su tutur. İkinci çəndən birinci çənə nə qədər su tökülsə. Demək, buradan çıxırıq hər hansı bir x-i və buna isə x ton əlavə edirik. Çənlərdə su bərabər olar. Demək, 3,2 minus x bərabərdir 3 plus x-a. Demək, 3,2 çıxılsın 3 bərabərdir x plus x. 0,2 bərabərdir 2x. Bu zaman 0,2-ni 2'ye bölsək 0,1 ton almış oluruq. Doğru cavab D variantı. Gəlin 28-ci sualın izahına baxaq. 1-dən 100'ə qədər ədədlər içərisindən rəqəmlərinin cəmi 11'ə bərabər olan ədədlərin medianını tapın deyir. 28 qoyaq. Bu yəqin ki, təbii ki, 2 rəqəmli ədədlər olacaq. 29 rəqəmləri cəmi 11 verir. 38 rəqəmləri cəmi 11. 47. Sonra 56. 65. Düzdürmü? Sonra 74. 83 və 92. Bu rəqəmləri aldıq, bu ədədlərimizi aldıq. Rəqəmləri cəmi hər birinin 11'ə bərabərdir. 11'ə bərabər olan ədədlərin medianını tap. Median biz bilirik ki, kiçikdən böyüyə düzürük. Ortada duran ədəd median olur. Bizdə də ortada 2 ədəd durur deyə ədəd ortası median bərabərdir. Bu ədədlərin ədəd ortasını tapacağıq. 56 plus 65 böl 2. 121 böl 2, 60 tam 10'da 5. Doğru cavab A variantıdır. 29-cu sual. Qonşu bucaqların, çəkirik qonşu bucaqlar, birini alfa, digərini beta ilə götürsək, bucaq alfa bərabərdir 3K, bucaq beta bərabərdir 7K götürsək, qonşu bucaqların cəmi 180 dərəcəyə bərabərdir. 10K bərabərdir 180, K da bərabərdir 18. Bizdən kiçik bucağı soruşur. 3 vur 18 bərabərdir 54 dərəcəsini alırıq. Doğru cavab A variantı. Gəlin 30-cu sualın izahına baxaq. OS şüası AOB bucağının çəkirik AOB bucağını, AOB bucağı və OS şüası tərəflər arasından keçir və tən böləndir. OS tən bölən. Bucaq AOB bərabərdir 45 dərəcə 34 dəqiqə olarsa, bucaq AOC-ni tapın deyir. Biz bilirik ki, tən bölən bucağı yarıya bölür, yəni bu bucaqlar bir-birinə bərabərdir. Bucaq AOC bərabərdir, bucaq AOB böl 2 olacaq. 45 dərəcə 34 dəqiqə bölünsün 2. 2 bizə alınır 22 dərəcə. Orada 1 dərəcəmiz qalır. 1 dərəcəmiz 60 dəqiqədir. Gəlin belə eləyək, 44 dərəcə 60 üstünə gəlsək 34, 94 dəqiqə
bölək 2 bərabərdir 22 dərəcə 47 dəqiqə. Doğru cavab A variantı. Növbəti 31-ci sualın izahına gəlin bir yerdə baxaq. 31. 7 traktor sahəni 5 günə şumlayır. Verilib ki, bir traktor bir günə 50 litr yanacaq işlədirsə, sahəni şumlamaq üçün neçə litr benzin lazımdır? Bir traktor bir günə 50 litr. 7 traktor 7-ni vuracaq 50-yə, 350 litr benzin yanacaq işlədər və bu bir gün olur. Bir günə. 5 günə isə 350-ni vursaq 5-ə, 1750 litr benzin yanacaq işlətmiş olacaq. Doğru cavab Y variantı. Gəlin 32-ci sualın izahına baxaq. Verilmiş bir hədlərdən hansının dərəcəsi ən böyükdür? A variantı. -2x, y, z, t kvadrat dərəcələri 1 olarsa 1 plus 1 plus 1 plus 2 5 olur. B variantı. 7x üstü 5y kubu 5 plus 3 8 olacaq. C variantı. -11 dərəcələrinə baxaq. -11 x üstü 7 elə dərəcə 7 olacaq. D variantı. X, y üstü 6 1 plus 6 7 olacaq. Y variantı. 9y kubu z kvadrat 3 plus 2 bərabərdir 5 olacaq. Bizdən ən böyüyü soruşur. Ən böyüyü 8-dir. O da doğru cavab B variantı olacaq. Gəlin 33-cü sualın izahına baxaq. 33-cü sualda rənglənmiş hissə variantda hansı variantda doğru göstərilib? A birləşmə B olsa, demək hamısı ştrixlənmiş olur. C-nin fərqi olsa, C-yə aid olan hissə olur. Bu ödəmir. A ilə C-nin birləşməsi yenə A ilə C-nin hamısı rənglənmiş olardı. B-dən fərqi, yəni kənarlar qalmış olardı. Bu da deyil. Gəlin baxaq. Doğru cavab D variantı olacaq. A ilə B-nin kəsişməsi buna aiddir. B ilə C-nin kəsişməsi bu hissədir və hər ikisini götürürsə ortada bərabər birləşmə işarəsi qoyuruq. Doğru cavab D variantı. Gəlin 34-cü sualın izahına baxaq. 3 üstü 3 vur 3 üstü 5 plus 3 üstü 10 bölək 3 üstü 2. Üstə gəl, burada 3 üstü 8 də var. Bərabərdir. Vurmada üstlər toplanılır. Bölmədə üstlər çıxılır. 3 üstü 8 də var. Demək 3 dənə 3 üstü 8-dir. Vurmada üstlər toplanılır. 3 üstü 9-a bərabər olur. Doğru cavab bizdə Y variantı olacaq. Y variantı. Davam eləyək. Gəlin 35-ci sualın izahına baxaq. 35. Qiyməti 480 manat olan soyuducu 15% endirimlə satılır. Soyuducunun qiyməti neçə manat olar? Bunu iki üsulla eləmək olar. Gəlin birinci bu üsuldan eləyək. Endirim dedikdə 100%-dən 15%-i çıxırıq, qalır 85%. 480-in 85%-ni tapırıq. 4, 64, 6, 8, 10. 4080 və bir sıfır da yazsaq 100-ə də bölsək, ixtisar aparırıq, 408 alınacaq. Doğru cavab C variantı. İkinci üsul isə 480-in 15%-ni tapıb 480-dən alınan cavabı çıxmaq olar. Gəlin birlikdə 36-cı sualın izahına baxaq. Bu bizə C variantı oldu. 36-da 54 dərəcə Farenheitin Selsi ilə qiymətini tapın. Selsini tapmaq üçün Farenheit çıxılsın 32, vurulsun 9-da 5 düsturu ilə tapılır. Farenheitin yerinə 50 qoysaq və 9-da 5-ə vursaq, 18 vur 9-da 5, cavab 10 alırıq. 10 dərəcə Selsi. Doğru cavab C variantı. Gəlin 37-ci sualın izahına baxaq. 37. 7-də 3 ədədinin hansı hissəsi? Bilmirik hissəni x götürək.
14-də 1-ə bərabərdir. X bərabərdir 14-də 1 bölək 7-də 3. 14-də 1 vur 3-də 7. İxtisar aparırıq. Alınır 6-da 1. Doğru cavab Y variantı. Gəlin 38-ci sualın izahına baxaq. Belə iki paralel düz xətt 3-cü ilə kəsişir. Bucağın biri 36 dərəcədir, digəri 90 və x-dir. İki paralel düz xətt 3-cü ilə kəsişdikdə alınan daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Digər bucağı tapmaq üçün biz 180-dən 36-nı çıxarıq və bucaq iki bucağa ayrılıb. Biri 90, biri x-dir. 144 dərəcədən 90 dərəcəni çıxsaq 54 dərəcəni alırıq. Demək x 54 dərəcəyə bərabərdir. Doğru cavab Y variantı. Gəlin 39-cu sualın izahına baxaq. Y bərabərdir kx plus b düz xəttidir. B mənfi 1, 6 nöqtəsindən və burada hər ikisi B götürülüb. 0, 7 nöqtələrindən keçir. Biz B1, B2 götürək. Bu düz xəttin OX oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Əvvəlcə bu nöqtələri gətirib yerinə qoysaq, alarıq 6 bərabərdir mənfi K plus B, 0 bərabərdir 7K plus B. Bu şəkildə almış oluruq. Tərəf-tərəfə çıxsaq, alarıq 8K. Yəni belə eləyək, toplama üsulundan istifadə edək. 7-yə vuraq. 42 bərabərdir mənfi 7. Bir dəqiqə, burada Y 7-dir. Y 7-dir. X 0-dır. Hə. Diqqət yetirək, bu X, bu Y-dir. Aha. Demək, B bərabərdir 7 alırıq. Onu gətirib yerinə qoysaq, 6 bərabərdir mənfi K plus 7. K da bərabərdir 1-ə. K-nı da tapdıq, B-ni də tapdıq. Funksiyamız olacaq x plus 7 şəklində. OX oxu ilə kəsişmə nöqtəsini tap deyəndə y-ə 0 veririk. X plus 7 bərabər 0. X bərabər mənfi 7 alırıq. Mənfi 7, 0 nöqtəsi. Doğru cavab D variantı. Gəlin 40-cı sualın izahına baxaq. 40. Düşünürəm bu sonuncu sualdır. Bu baxın, bəli. Bu sonuncu sualdır. Bir yerdə gəlin baxaq. Üçbucağın bir xarici bucağı, çəkirik üçbucaq, xarici bucaq, götürək x. X götürmürük, bucaq verilib 80 dərəcə. Bu xarici bucağa qonşu olmayan daxili bucaqlar. Biri bu bucaq olacaq, biri də bu bucaq olacaq. Biri o birindən 3 dəfə kiçikdir. Birini x götürək, digəri 3x olacaq. Təbii ki, bu digərindən 3 dəfə kiçik olur. Üçbucağın kiçik bucağını tap. Üçbucağın xarici bucağı, bizdə bu iti bucaq olmalı idi. Şəklimiz kör bucaq şəklində olmalı idi. Bu şəkil düzəliş eləyək. Əslində bir mahiyyət kəsb eləməsə də, amma açıq tipli sual olarsa, düzgün alımı 80 dərəcə, qonşusu olacaq 100 dərəcə. Bir daxili bucağı 100 dərəcədir, məlumdur. Biri x, birini 3x qəbul eləsək, 4x bərabər 80, x bərabər 20 dərəcə alırıq. Bu hansı xassəyə əsaslanır? Üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni x plus 3x bərabər 80, 4x bərabər 80, x-ə bərabər də 20 alırıq. Kiçik bucağı soruşur. Kiçik bucaqda bizdə olacaq 20 dərəcə. Doğru cavab A variantı. Bu qədər 7-ci sinif OTK sınavının izahı bitdi.